Salam dostlar, 6-cı sinif Azərbaycan dili dərsliyindən 150 və 51-ci səhifədəki tapşırıqların izahına gəlin bir yerdə baxaq. Uşaqlar, öncə onu qeyd edim ki, əgər izahlarımız sizin üçün faydalı olursa, kanala abunə olmağı və bəyən düyməsinə basmağı unutmayın. Biz də sizin bu dəstəklərinizdən ilham alırıq. Yəni biz də statistikaya baxırıq. Hansı sinif dərsliyinə tələbat daha çoxdursa, hansı sinif dərsliyinin bəyənisi daha çoxdursa, ondan daha çox şagird bizə abunə olursa, o dərsliyin izahına daha çox üstünlük verilir. İndi gəlin izahlara bir yerdə baxaq. 4A tapşırığına baxaq. Nöqtələrin yerinə müvafiq suala cavab verən söz birləşmələrini yazmaqla cümlələri tamamlayın. Həmin söz birləşmələrinin cümlədəki rolunu müəyyən edin. Uşaqlar, ümumiyyətlə gəlin baxaq görə hələ birinci söz birləşməsi nədir? Ümumiyyətlə söz birləşməsi nədir? Söz birləşməsi deyək ki, söz birləşməsi ümumiyyətlə nədən yaranır? Hər iki tərəfi leksik mənası olan sözlərdən yaranır. İstənilən biz bir sözü də yan-yana qoyub söz birləşməsi eləyə bilmərik də. Gərək həm bunların leksik mənası olsun, həm də bu sözlər arasında bir məna bağlılığı da olmalıdır. Ümumiyyətlə isim birləşmələri və fe'li birləşmələr qrupu adı altında söz birləşmələri də iki qrupa bölünür. İsim birləşmələrin əsas tərəfi isim, sifət, say, əvəzlik, zərf. Fe'li birləşmələrin isə əsas tərəfi fe'lin təsriflənməyən formaları ilə ifadə olunur. Və bir də frazoloji birləşmələr var. Frazoloji birləşmələr nədir? Bunlar da sabit birləşmələr adlanır ki, cümlə üzvləri sabit birləşmələrlə də ifadə oluna bilər. Ümumiyyətlə cümlə üzvləri söz birləşmələri ilə ifadə olunduqda mürəkkəb götürülür. Sözlərlə və frazoloji birləşmələrlə ifadə olunduqda isə sadə götürülür. Biz indi bax bura var ha, bu bir yazılan yerə. Bura hansı sualına cavab verən bir söz birləşməsi yazmalıyıq. Deyir ki, ana çox sevindi. Ana çox sevindi. Hansı? Gəlin görək, baxaq görək. Oğlun uğurlarını eşidən. Məsələn, hansı ana çox sevinə bilər? Oğlunun uğurlarını eşidən ana. Bunu bura yazarıq. Baxın, indi bizim burada təyinimizin ifadə vasitəsi nə olacaq? Əsas tərəfə baxın, eşidən. Eşidən nədir? Fe'li sifət. Deməli, bizim təyinimizin əsas tərəfi nə ilə, yəni təyinimiz nə ilə ifadə olunacaq? Fe'li sifət tərkibi. Siz buna fe'li sifət tərkibi də deyə bilərsiniz və yaxud da ki, fe'li birləşmə də deyə bilərsiniz. Hara qarla örtülmüşdü? Hara qarla örtülə bilər? Uşaqlar, dağların zirvəsi qarla örtülə bilər də. Bunu da bura yazarsınız. Dağların zirvəsi qarla örtülmüşdü. Hara? Hara. Burada da bizim mübtədamızın ifadə vasitəsi nə olacaq? Təbii ki, ismi birləşmə olacaq. Babək kimdir? Babək kimdir uşaqlar? Bura nə yaza bilərik? Babək xalq qəhrəmanıdır. Bunu da bura yaza bilərik ki, Babək xalq qəhrəmanıdır. Xalq qəhrəmanıdır. Bəs yaxşı, o zaman xəbərin ifadə vasitəsi nə olacaq? Təbii ki, xalq qəhrəmanı nədir? İsmi birləşmə. Xəbərin ifadə vasitəsi isim birləşmə olacaq. Sonra nə zaman imtahanımız olacaq? İndi nə zaman sualına cavab verən bir isim birləşmə yazmalıyıq? Məsələn, ayın əvvəli yaza bilərik də. Ayın əvvəli imtahanımız olacaq. Nə zaman? Ayın əvvəlini biz bura yaza bilərik. Bura yaza bilərik. Onda bizim zaman zərfliyinin ifadə vasitəsi nə olacaq? Ayın əvvəli nədir uşaqlar? İsmi birləşmə. Deməli, zaman zərfliyimizin ifadə vasitəsi nə olacaq? İsmi birləşmə. Nəyi tikdim? Nəyi tikdim? Baxaq görə nəyi tikiblər burada? Köynəyin düyməsini. Köynəyin düyməsini tikdim. Onu da bura yaza bilərsiniz ki, köynəyin düyməsini tikdim. Burada da nəyi, sualı nəyin sualıdır uşaqlar? Tamamlanan sualıdır və tamamlanan ifadə vasitəsi də söz birləşməsi olacaqdır. İndi burada söz birləşmələri haqqında məlumat yazıblar ki, söz birləşmələri o cümlədən frazoloji birləşmələr cümlə üzvü rolunda çıxış edir. Bir çox söz birləşmələri bütövlükdə cümlənin bir üzvü olur. Bu hansı birləşmələrə aiddir? Məsələn, fe'li birləşmələr cümlənin bütövlükdə bir üzvü olur. İsim birləşmələrdə məsələn hansılar cümlənin bütövlükdə bir üzvü olur? Deyək ki, birinci tərəfdə yəlik hal şəkilçisi varsa və yaxud da ki, yəlik hal şəkilçisi yoxdur, eləcənə qeyri-müəyyən yəlik haldadırsa, ikinci tərəfindən müsbətdirsə, biz bu isim birləşmələri bir yerdə götürürük. Yəni, təhlil zamanı parçalamaq olmaz. Məsələn, deyirəm, pəncərənin şüşəsi sınmışdı. Nə? Pəncərənin şüşəsi. Bunu artıq parçalaya bilmərik. Hamı divardan asılmış xəritəyə baxırdı. Baxırdı kim? Hamı nəyə baxırdı? Nəyə baxırdı uşaqlar? Xəritəyə baxırdı. Xəritə də çoxdur da hansına? Divardan asılmışa. Baxın uşaqlar, bu asılmış fe'li sifətdir. Divardan sözünü özünə
tabe eləyir. Nəyə görə tabe eləyir? Məsələn, divardan baxırdı. Divardan sözü gəlib baxırdı ilə əlaqələnər, yoxsa asılmışla əlaqələnər? Təbii ki, asılmışla əlaqələnər. Əgər əsas feilimiz, yəni baxırdı ilə əlaqələnsəydi, biz bunu ayrıca götürərdik. Amma bu divardan sözü asılmışla əlaqələnir. Ona görə biz burada divardan sözünü ayrıca götürə bilmirik. Yəni bir yerdə tərkib yaradır. Artıq burada təyin ifadə vasitəsi feili birləşmə olacaq. Feili birləşmənin də əsas tərəfi nədir? Feili sifət. Deməli biz buna feili sifət tərkibi də deyə bilərik. Daha sonra uşaqlar nağıla diqqətlə qulaq asırdılar. Qulaq asırdılar. Kim? Uşaqlar nəyə? Nağıla. Necə cümlə tərzində diqqətlə, bu da bizim zəifliyimizdir. Qulaq asırdılar nədir uşaqlar? Frazoloji birləşmədir. Əgər cümlə üzvümüz frazoloji birləşmə olursa cümlə üzvümüz, onda biz bunu deyirik ki, cümlə üzvümüz nədir? Sadədir. Çünki frazoloji birləşmə ilə ifadə olunanda cümlə üzvü sadə olur. Frazoloji birləşmələri də parçalamaq olmaz uşaqlar. Sonra maşının sürəti getdikcə azalırdı. Azalırdı nə? Maşının sürəti. Bax fikir verin, bu hissəsi yəlik aldı, bu hissəsi də mənsubiyyət. Bunu parçalamaq olmaz. Ümumilikdə deyə bilərik ki, mübtədamızın ifadə vasitəsi nədir? İsmi birləşmədir. İsim birləşmələrin deyir ki, birinci tərəfi say, sifət, feili sifət və ya sifətləşmiş sözlərlə ifadə olunduqda həmin tərəf ayrıca cümlə üzvü təyin kimi çıxış edir. Yəni deyir ki, birinci tərəfdə say, sifət, feili sifət, sifətləşmiş sözlər olanda parçalanır da. Məsələn, deyirəm ki, qızıl saat aldım, saat aldım. Nə? Saat. Necə, nə cür saat? Qızıl. Görürsünüz, bu isimləşmiş, məsələn, sifətləşmiş daha doğrusu isimdir. Bu da parçalanır. Və yaxud da ki, deyirəm ki, qızıl üzük gözəldir. Nə üzük, hansı üzük qızıl? Burada da parçalandı. Və yaxud da ki, deyirəm ki, gözəl qız gəldi. Kim qız, hansı qız gözəl? Burada da parçalandı. İndi B-yə baxaq. Cümlələrdəki söz birləşmələrini seçin. Hansı cümlə üzvü olduğunu müəyyənləşdirin. Kölgə salırdı. Nə? Tut ağacı. Bizim burada söz birləşməmiz tut ağacıdır. Bu da təbii ki, nədir? Mübtədadır. Alma şirəsini soyuducuya qoydum. Nəyi? Alma şirəsini. Bu da nədir? Uşaqlar, tamamlıqdır da. Alma şirəsini nəyi? Tamamlıqdır. Evimizin qabağında park var. Harada? Evimizin qabağında. Bu da təbii ki, nədir? Zərflikdir. Yəni yer zərfliyidir. Həkim bizim qonşumuzdur. Bizim qonşumuz da söz birləşməsidir. Bu da nədir? Xəbər. İsmi xəbərdir. Sonra keçdik C-yə. Cümlələrə aid fikirlərin doğru yoxsa yanlış olduğunu müəyyən edin. Qatar gecə yarısı yol düşür. Xəbəri ifadə vasitə. Bəli, xəbərimiz nədir? Yola düşdü. O da frazoloji birləşmədir. Məktubu yazarkən diqqətli ol. Cümlədə tamamlıq, zərflik və xəbərdən ibarətdir. Diqqətli ol. Nə zaman? Məktubu yazarkən. Bax, biz bunu belə götürürük. Uşaqlar, məktubu diqqətli olundan əlaqələnmir. Məktubu yazarkəndən əlaqələnir. Yazarkən də feili bağlamadır. Bu o deməkdir ki, məktubu sözün özünə tabe eləyib və ikisi bir yerdə cümlə üzvüdür. Ona görə ikinci fikir artıq burada səhv olacaq. Qonaqları qarşılamaq mənə tapşırılmışdı. Tapşırılmışdı kimə? Mənə. Nə? Qonaqları qarşılamaq. Mübtəda feili birləşmə ilə ifadə olunub. Bəli. Burada məsdər var, qarşılamaq sözü var, məsdər. Qonaqları tapşırılmışdı ilə əlaqələnmir. Qonaqları qarşılamaqla əlaqələnir. Ona görə ikisi bir yerdə bunlar təhlil olunur. Sonra bağban ağacların gövdəsini ağardırdı. Ağardırdı kim? Bağban. Deməli, tamamlıq isim birləşmə ilə ifadə olunur. Bəli, nəyi? Ağacların gövdəsini. Bu da tamamlığımızda isim birləşmə düzdür. Küçədə qonşumuzun qızı Səbinəni gördü. Tamamlıq isim birləşmə ilə ifadə görünüb kimi? Deməli, qonşumuzun kimi? Səbinəni. Hansı Səbinəni? Qonşumuzun qızı. Burada tamamlıq yox. Təyin isim birləşmə ilə